Veryansın Akademi'den herkese merhaba. Bugün çok önemli bir konuğumuz var. Kendisi hem İran'ın hem de Güney Azerbaycan'ın en önemli aşıklarından biri. Cengiz Mehtubur yayınımızda ve tabii ki Abdullah abi de eşlik ediyor bize. Kendisine sorularımız olacak. Bugün İran'ın aşıklık geleneğini konuşacağız. Sazını sözünü konuşacağız. Tabii maalesef o bölgede yaşananları da biliyorsunuz. Cengiz Bey de oralarda çokça çalıştı. Oranın aşık kültürünü yaşatmak için çok mücadeleler verdi. Bugün onu dinleyeceğiz ama önce isterseniz bir Cengiz Bey, Abdullah abi senden de söz alarak kendisini tanıtsın. Ondan sonra yavaş yavaş konularımıza geçelim. Cengiz Bey buyurun. Kendinizi biraz tanıtabilirsiniz. Ben aslında Təbrizin təxminən yaxın olan Qaradağ ülkəsi. Orada Qaradağ bir mühiti, aşıq mühiti var. Qaradağ böyük bir el deməkdir. 1800 parça belə köy vardı, belə onunla məşhurdur. Bir zaman Qaradağın özünün daha geniş bir adı var idi ki, bu Təbrizin, Mərənd, Təbriz, Meşkin də Qaradağ üstündə idi. Ancaq son zamanlar bunu biraz küçük elədilər. Qaradağ, hər halda Qaradağ demək olar ki, o məntəqədə aşıq sənətinin demək olar ki, beşiği kimi sanılır. Aşıq sənətinə bir beşik kimi. Orada, yəni mən o çocukluğum zamanları, o zamanlar bizlərdə başqa musiqi janrlarından bir o qədər orada heç nə görə bilməzdim. Ancaq aşıq sənəti idi. Və o zaman da təbii ki, o zaman o məntəqə, o region demək olar ki, biraz geçilməmişdi. Ancaq yəni bu dövlət tərəfindən, hətta yolağa da yox idi. Bu yollar çəkilməmişdi. Çox məhrum bir məntəqə orada yaşamışıq. Orada biz aşıq sənətindən başqa musiqi janrlarından biz tanış değildik. Sadəcə mənim özüm də bir ailədəndim ki, mənim amcam aşıq. Oranı demək olar ki, adlım aşıqlarından biriydi. Mənim amcamın öz üstadı, öz müəllimi Aşıq Xeyrullah adındaydı. Mənim öz əmim adı Eynullah, ancaq ustadının adı Xeyrullah. Aşıq Xeyrullahın da ustadı Dədə Ələsgərin oğlu Aşıq Talib olmuşdu. Yəni bir böyük məktəbdən belə, demək olar ki, adlı bir məktəbdən, Göyçə məktəbinin təsirində bizim o mühitdə iki dənə ustad aşıq vardı ki, biri Aşıq Xeyrullah idi, biri Aşıq Poladıdır. Bunlar biri Aşıq Ələsgərin oğlu Aşıq Musadan dərs almışlar. Digəri isə Aşıq Talıbdan. Bunlar bizim məntəqədə, bizim yəni Qaradağın o mühitində çox böyük təsirlər qoymuşlar. O təsirlərin nəticəsində mən yəni uşaqlığımda mənim əmim, həm də bir görürdü ki, mənim əmim o zaman həm Türk dilində Kiril xəttini həm yaxşı oxuya bilirdi, Latıncanı da yaxşı oxuya bilirdi, Farsça da bilirdi. Ona görə indi bizdə çox aşıqlar vardı ki, bir o qədər ədəbiyyatda savadları, yazı pozu savadları yox idi. Ancaq mənim əmim onları bilirdi, onları öyrənmişdi. Öz dayısından öyrənmişdi, başqa orada bir şəxs vardı, ondan öyrənmişdi. Ona görə aşıq dastanlarını çox gözəl bilərdi və biz deyə bilirəm ki, mən 11-12 yaşıma qədər elə mən o köylərimizdə aşıq toy məclislərində, belə bir şeylərdə, bu tür məclislərdə mən orada olardım və onları yaxından izləyərdim, yaxından görərdim. Və mən bir cür oldu ki, 12 yaşımdan mən köçdüm Tehrana, Tehranda yaşadım, Tehranda oldum. Köyümüzə çox az elə, hərdən bir dəfə gedərdim, 5-10 gün, bir ay belə. Mənim o öz ailəm, atam, anamgil orada yaşayırdılar, onları görərdim. Beləliklə, mən də demək olar ki, 12 yaşımdan elə Tehrana gedəndən sonra orada bir saz aldım. Saz öyrənməyə başladım. Orada bir gözəl bir böyük ustad sənətkar var idi. Hüseyin adında. Hüseyin Əsədi mi? Hüseyin Əsədi. Tahran'da tanıştınız değil mi? Evet, Tahran'da tanış olduk. Çok böyük, yəni saz ifaçılığında deyə bilərəm ki, çox səviyyəli bir, çox belə güclü bir ifaçı idi, bu cür deyim. Onunla bir müddət mən öyrəndim. Bir müddətdən sonra baxdım, gördüm ki, bu sənət ancaq bu aşıqlar, toyxana, çayxana, belə bir şeylərdən
və bu sənətə ciddi yanaşılmır. Keçmiş aşıqlar da ki vardı, onlarda bir iqtidar vardı, bir güc vardı, özlərinin bir otoritəsi var idi. Ancaq indiki aşıqlar elə deyil. Bu ustad-şagird ənənəsidəki aradan götürülübdür və bu aşıq sənəti get-gedə elə düşünürdüm ki, biraz biz burada bir söz deyərlər, cılızlaşır belə bir söz. Ona görə mən elə düşündüm ki, mən gedim bu sənəti notla öyrənim. Elə düşünürdüm ki, o zaman Təhranda bu bəlkə də onda biz yollar bağlı idi. Azərbaycandan uzaqdan uzağa biz elə bu media vasitəsilə, televiziya vasitəsilə, radio vasitəsilə biz bunları tanıyırıq. Yaxından bunlarla bir o qədər tanışlığımız yox. Mən elə düşünərdim ki, bunlardan orada biri olar ki, bu musiqi məktəblərində dərs desin. Mən çox özümü ora qaçdım, bura qaçdım ki, bütün məktəblər axtardım ki, belə bir şey tapım ki, bu sazı mən notla da öyrənim. Çox təəssüf ki, tapa bilmədim və özüm getdim orada teori, musiqi nəzəriyyəsini öyrənməyə, musiqi teorisini öyrənməyə və o zamandan başladım yavaş-yavaş. Bir 7-8 il bu cür dərslərə getdim. Onda da İranda bu universitetdə və bu konservatoriya belə bir şeyləri yığışdırmışlar. İnqilabın əvvəli idi, musiqi haram kimi tanındı. Musiqi güya ki, bu musiqi haramdır. Ona görə bizə çox çətinliyi var idi. Nerede haramdı onu anlamadım. Musiki neye göre haramdı? Müzik Tehran, İranda, Tahran'da. ümumiyyətcə İranda haram sayıldı. Bir zaman sazları yandırdılar, sazları otladılar, belə bir çox mənim özümün o zaman demək olar ki, bu özüm saz bəndilik deyirdim. Mən özüm sazla bağlayırdım. O 7 dənə sazım hələ də, yəni həbsdədir, hələ də dustaqdadır. Sizi sazlarınızı da topladılar yani. Evet, mən oradakı saz bağlayırdım. Orada gəldilər, mənim sazlarımı da götürdülər. Özüm də onca əskər idim. Əskər olduğum o zamanlar idi ki, sazımı da apardılar, özümü də tutdular. Çox çətinliklər oldu. Hala o sözümün davamını istəyirəm eləyəm ki, yəni o zaman sazın haramlığı, musikin haram olmasına görə onu mən dedim. Onda biz özəl məktəblərdə gedib öyrənirdik bunları. Özəl məktəblərdə mən getdim, bu notu öyrəndim və uzun müddətdən sonra başladım özüm yavaş-yavaş balaca cüzvə deyərik. Kiçik bir şeylər başladım özüm yazmağa. Sonra yavaş-yavaş bunu bir dənə kitab şəklində kitab elədim. Saz məktəbi, Qopuz məktəbi adında kitabımı çap elədim. Və sonralar da yavaş-yavaş havalar indi. Demək olar ki, o 95 dənə, 120-yə qədər havanın notunu yazmışam. 95-inin çapa buraxılıbdır. Bəli. Mən bunları belə bir xülasə, belə qısa şəkildə dedim da, yəni bu uzun bir məbhəsdir, uzun bir söhbətdir.
Şimdi tabii Cengiz Bey kısa konuştu. Fakat Üstad çok önemli şeyler söyledi. Altında çok derin anlamlar olan şeyler söyledi. Her şeyden önce şunu belirtmek lazım ki Cengiz Mehdipur, İran, Tebriz Türk aşık sanatının bugün en önemli temsilcisi. Neden bunu söylüyorum? Çünkü sadece bir aşık olarak sanatını icra etmedi. Aynı zamanda bunu gitti, emek verdi, bunu araştırdı, notasını öğrendi, yazdı, kitaplar çıkardı ve daha da ötesi bunu bütün dünyada sergiledi. Gerek Teşvik de etmeye çalıştı aşık. camiada yani akademide, gerekse sanat aleminde. Dolayısıyla bunlar çok önemli özellikler ve hepsinin bir arada bulunduğu insanlarımız çok azdır. Özellikle aşıklar içinde bunu yapabilmek çok büyük bir maharettir. Çünkü gerçekten bu çok azdır. Bugün biz Tebriz'deki aşık geleneğini ya da İran Türk aşıklık sanatını, aşık sanatını biliyorsak burada Cengiz Bey'e biz çok şey borçluyuz. Çünkü o bize aktardı. Bakın bir silsileden bahsetti. Ta Üstad Elesker'den, Aşık Elesker'den gelen bir silsile var Gelenek burada. tabii. Bunun şu anda yaşayan bir temsilcisi, bir ustası. Çok önemli. Ki bizim ülkemizde hiç kalmadı zaten abi. Yani Tabii bizde çok az artık bunlar kaldı. maalesef. Neredeyse birçok yerde artık ölmek üzere aşık sanatımız. Evet. Ama Tebriz çok önemli. Yani bugün İstanbul'dan sonra Türk nüfusunun en yoğun, en çok olduğu yerdir Tebriz. Yani en önemli bir Türk şehridir. Evet. Dolayısıyla buradaki aşık sanatı sadece geçmişte değil, bugün de bizi aslında etkilemektedir. Yani bizim Doğu bölgemizde, Doğu Anadolu aşıklık geleneğimiz Azerbaycan aşıklık geleneğiyle yani özellikle bu baktığınız zaman Gürcistan Borçalı'dan aşağı doğru işte Tebriz'e bütün o bölgede olan aşıklık sanatıyla yakın ilişki içerisindedir. Ve burada Cengiz hocamızın da doğmuş olduğu ve işte Tebriz bölgesine de hayat veren o Karadağ gerçekten çok önemli bir muhittir. Ve orayı her anlamda besler. Bugün de işte Cengiz Hoca'nın da işte mektebiyle, yazdıklarıyla, sahneledikleriyle bu şekilde devam ediyor. O yüzden kendisine minnet duymak lazım. Ben kendi adıma çok saygı duyuyorum, minnet duyuyorum. Bugün de bizde oldukları için ona çok teşekkür ediyorum. Teşekkür ediyorum Sayın Abdullah Bey. Ben aşıq sənəti ilə bağlı İslam Cumhuriyyətindən öncə də o çətin günlər yaşadığı günlər haqqında da bir az konuşmaq istərdim o haqqda da. O da budur ki, biz şah dövründə bu həm bizim Azərbaycan Türk dili ilə bağlı bir yasaqlar var idi, yasaqlar qoymuşlar. Həm də elə onunla bərabər aşıq sənətini təhqir eləmək üçün heç vaxt yaxşı yerlərdə aşıq sənətinə imkan vermirdilər. Şərait yaratmırdılar. Ona görə də birdən aşıq sənəti, məsələn Təbrizdə bir Gəzil adında bir yer vardı. Burada o zaman Gezil. elə bir yer idi ki, bilərsiniz. Yəni 18 yaşındıya qədər 18 yaşına qədər dolmayana qədər ora qadağı idi, getmək olmazdı. Yəni elə bir yer idi. Aşıqlara orada bir yer ayırmışlar ki, orada bu aşıqlar gedib oxusun. Yəni siz təsəvvür edin ki, bir xalq, bir millət öz musiqisindən 18 il məsələn xəbəri olmaya, aşıq görməyə, aşığın ifasını yaxından izləməyə bu necə ola bilər? Ancaq ona görə də kəndlərdə bunlara əlləri çatmırdı, köylərdə bunları əlləri çatmadığı üçün köylərdə bu sənət daha iyi yaşaya bildi, daha özünü qoruya bildi, daha özünü yaxşı demək olar göstərə bildi. Yani Odur ki biz ondan sonra da ondan sonraki hökumət də gəldi, bunu dibindən vurdu ki, nə tək aşıqlar, bəlkə bütün muziklər haram, muzik ola bilməz. Bununla mübarizələr getdi. Biz orada konsertlər verməyə
inanırsınız bir dənə konsert verməyə, bunun haşiyə biz deyərək kənarında o qədər şeylər elirdi ki, musiqiyə demək olar ki 90% onlara vaxt qoyurduqca şeiri yaz, şeiri tərcümə eləcəkən, ondan sonra kim necədir, kimin başı nəzirdir, kimin gözü nəzirdir, kimin üzü tüylüdür, kimin belə bu söhbətlər ki, bunlarla biz məşğul olduq. Ancaq biz bunlara baxmayaraq çox davam gətirdik, çox dözümlü hərəkət elədik. İndi bugün deyə bilərəm ki, Təbrizdə aşıq sənəti, yəni o çalışmaların nəticəsində aşıq sənəti bugün Təbrizdə bütün musiqi janrlarından üstə gedir. Yəni o qədər. Emeklerinize sağlık. Ya bunlar tabii çok zor zamanlar. Yani Türk kültürü gerçek anlamda bir direnç göstermiştir burada. Bu bir çeşit hafıza direncidir. Yani kültürel mirasın aktarılması ve korunması noktasında bir dirençtir. İşte gerek şahlık zamanında işte aşık kültürünün engellenmesi, işte anlatıyorsunuz 18 yaşına kadar sadece belli bir yerde izin veriliyor. Kimse onu öğrenemiyor. Bu işler yaşken olur. Yani bir genç o yaşına kadar bu kültürü görmez, tanımaz ise nasıl onu sevebilir? Nasıl ona sempati duyabilir? Dolayısıyla bunlar çok büyük yasaklar. Gelmiş ondan sonra rejim İslami bir şey yapacağım diye kökünden bir şeyleri baltalamış. İşte Cengiz Bey diyor ya bir konser vermek için yapılan mücadeleyi bugün hayal ettiğimiz zaman işte ne kadar büyük bir direnç gösterildiğini ve bugün hakikaten bu kültürü yaşatmak işte Tebriz'de bugün hala en üst mertebede aşık sanatını tutmak ya ne kadar büyük bir zorluk, ne kadar büyük bir emek. Ama bir yandan da ne kadar da işte bugün biz belki Türkiye'de çok daha rahat ve özgür bir ortamda bile bunu yapamamışken İran'da, Tebriz'de Türk aşık sanatının bu denli mücadelelerle ayakta tutulabilmesi ya bizi gerçekten heyecanlandırıyor. Yani özellikle beni çok heyecanlandırıyor. Çünkü bir şeyi eştiğiniz zaman yani bir toprağa bir küreyi vurduğunuz zaman onun içinde ne var diye baktığınız zaman orada bir şey bulabilmek lazım. Şimdi Türkiye'de maalesef bu artık çok derinlerde. Ama
Tebriz'de neredeyse birçok arkadaşımızla, dostumuzla, oradaki sizlerin talebeleriyle konuştuğumuzda bu kültürü görebiliyoruz, duyabiliyoruz. Yaşaması da bizleri bu anlamda sevindiriyor. Fakat bugün başka bir tehlike var kapıda. Yani şu an İran'ın içinde Oraya bulunduğu durum hı hı, ve özellikle Tebriz'de dahil olmak üzere onu orada soracaktım ben. Türk nüfusun yaşamış olduğu zorluklar yarın bu kültüre nasıl yansır ya da bugün nasıl etkileri oluyor? Siz bunu nasıl değerlendiriyorsunuz? Bugünkü müharibə ilə bağlı buyurursunuz da mövzunu. Evet. Evet, Valla bu müharibə ilə bağlı belə deyə bilərəm ki, bu müharibənin əslində günahkarı bizim öz dövlətimizdir. Buna görə ki, dövlətlə millətin arasında çox fasilə yarandı. Ora qədər ki, millətlə dövlətin arasında fasilə az idi, heç bir dövlət cəsarət eləyib o ölkəyə təcavüz edə bilməzdi, o ölkəyə hücum gətirə bilməzdi. Birinci buradan başlandı ki, bizim öz dövlətimiz öz millətinə yad oldu. Burada ancaq mən ona inanıram ki, heç bir Amerika ya məsələn İsrail ki, heç bir dövlətə demokrasi gətirməyib və bundan da sonra və bizə də heç gətirməz. Şeytandan öte O bir bizim ölkədə olan neftə gözünü tikibdi. Bizim yani ölkəmizdə olan servətə gözünü tikibdi və burada çox təəssüf ki, bu 48 ildə İslam Cümhuriyyəti elə bir oyun oynayıb ki, insanları, qrupları, hizbləri, sazmanları bir-biri ilə uzaqlaşdırıbdır. Heç kimdə bir-biri ilə ittihadı ola bilmir, birliyi ola bilmir. Bunlar bahis olubdur və bunu eləyə bilib. İsraillə çox uzun bir zamandır ki, orada böyük nüfusu olubdur. İranda çox təəssüf ki, bu bahis olub ki, bu günləri özümüz görürük. Yəni mən ürəyim yanır. Mən həm millətə ürəyim yanır, həm o ölkəyə ürəyim yanır və gücümüz də çatmır. Bir iş də görə bilmirik. Bizim bu vəziyyətdə bilmirəm, yəni o şeyləri ki mən eşidirəm, o şeyləri ki mən görürəm bu günləri İranda ittifaq düşür. Bu ürək yandırıcı bir şeydir. Belə vəziyyətlə orada bundan sonra da çox çətin vəziyyət görürəm. Yəni vətəndaş müharibəsi gedə bilər bundan sonra. İndi bu dəqiqə məncə əlini çəkər. Yəni İsrail, Amerika bu dəqiqədə qeydi elə bir yerə yetiribdi ki, orada bugünkü o dövlətin içərisində olanların bir-biri ilə atışmaları, bir-biri ilə nəzir deyim, düz deməmələri, indi təbii ki, onlar da hərəsi bir yerə bağlıdır, bir yerə işləyirlər. Amma hər halda bunun bir tərəfdən də orada məsələn neçə dənə qruplar var, neçə dənə hizblər var ki, bunlara yəni İslam dövləti o qədər gələndən bunları qırıb ki, onlar əl çəkməzlər. Onlar ölənə qədər yəni intiqam almağa gəlirlər. Gəlmirlər ölkəni düzəldərlər. Bir var ki, məsələn bir qrup, bir hizb gələr ölkədə məsələn bir yaxşı bir işlər görə, başlayır ki, oranın düzəlişi ilə bağlı. Bir var ki, yox, onlar gəlirlər birinci intiqam almağa. Ona görə İranın gələcəyi, yəni durumunu mən yaxşı görə bilmirəm. burada Türk milletinin ya da Türk toplumunun bir tehdit altında olduğunu düşünüyor musunuz? Türk kültürünün özellikle şu aşamada bundan sonra olabilecek süreçler üzerine bir öngörünüz var mı? Valla neler mən indi bu günlər Türkiyə dövlətidir, Azərbaycan dövlətidir. Əslində bizim iki dənə yaxşı, güclü dövlətimiz var. Xüsusilə Türkiyənin üstündə daha çox biz yəni hesab gedirik. Ona görə ki, Türkiyə təbii ki, yəni Türkiyə bir dənə güclü bir yerdir. Bizə orada təhdid olsa Kürdlərin tərəfindən ola bilər ən çox. Yəni əgər bu təhdidi bilmirəm indi. Təbii ki, Kürdlərdə silah vardı, ancaq Azərbaycanlılarda silah yoxdur, əlləri boşdur. Nə ola bilər? Biraz ancaq əgər Türkiyə ilə Azərbaycan bu məsələnin Cənubi Azərbaycanın, ya Cənubda tək Azərbaycanlı deyil ki, Cənubda çox türk var. Elə bu Fars tərəflərində də Qaşqay türkləri var. Bu Xorasan tərəfində, Məşəd tərəfində Baxşı türkləri vardı.
ve İran'ın bütün yerlerinde Türk milleti vardı. Hesap edilende İran xalqı məsələn bugün 90 milyon biz nəzərdə alsaq, onun 50-55 milyonu ancaq Türkdülər. Qalanı başqa millətlərdəndir. Hələ Azərbaycanı demirəm, ancaq Türkləri deyirəm. Bütün Türkləri bir nəzərdə alanda. Amma Azərbaycan üçün ən təhlükə, mən belə düşünürəm ki, yəni olsa Kürdlərin tərəfindəndir. Bu, hətta Azərbaycan ayrıla, bir işləri olmayacaq. Orada torpaq məsələsi var da, yəni orada bilirsiniz, Urumu məsələsinə, Urumunu onlar deyirlər, biz istəyirlər Urumuya sahib olarlar, istəyirlər. Ona görə biraz təhlükəli məsələdir. Koroğlu'dan bir haber ney qalar? Ocağı yanar oy ney qalar? Merdelere yadı qalar öyümü yıxan. Bana merdin oy ney qalar? Ey ney qalar? Ben şuna inanıyorum ki bir bölgede eğer millet kendi kültürünün özellikle öz musikisinin farkında ise ve hala onu el üstünde tutuyorsa o millete bir şey olmaz. Kolay kolay onu sarsamazsınız. Çünkü musiki hem geçmişten bugüne gelen izleri görmek, anlamak üzere bir parmak izi gibidir, hem de kimliğin en önemli tanımlayıcısı ve tamamlayıcısıdır. Dolayısıyla bugün özellikle Tebriz'de ve İran'ın diğer bölgelerindeki Türk nüfusunun ben bu bilinçte olduğunu düşünüyorum. Çünkü işte biraz önce de dedim ya, Türkiye'de olmayan veyahut da geriye giden o gelenekler bir direnç kültürüyle gerek şahlık zamanında gerek bu rejim döneminde çok dirençli bir şekilde korundu. Ve bu koruma insanlarda bence gerek millet sevgisi gerek vatan sevgisi gibi bütün o kavramları birleştirdi. Dolayısıyla ne olursa olsun bizim bu bölgedeki Türk kültürüyle ilgili her şey daha yolunda gidecektir diye bir inancım var. İnşallah da böyle olur. Tabii burada üstadım, sizin yapmış olduğunuz sanat açısından katkılar, bu kültüre olan katkılar çok büyük.
Şimdi Onu o bölüm soracağım. Şimdi ben şunu merak ediyorum. Şimdi Karadağ bölgesindeki aşıklıkla yasaklardan önceki Tahran bölgesindeki aşıklık arasındaki fark neydi tam olarak? Yani o iki bölge arasında bir fark var mıydı? İnqilabdan sonra ümumiyyətlə bütün musiqini siyasi kimi baxdılar İranda. İnqilabdan sonra bir siyasi baxış oldu. Hər kim də saz görəndə onu bir siyasi adam görürdülər. Bu yani ona göre Təbrizdə daha sıkıntı, daha yani Təbrizdə çox çətin şərait var idi. Amma Tehranda nisbət Təbrizə görə bir balaca azadlıq var idi da o zaman. Təbrizdə çox sazları odladılar, sazları yığırdılar, cümə namazı deyilən orada bir dənə yer vardı. Orada ot vurdular, odladılar. Bütün oranın ustad aşıkları demək olar ki, bir 5 il, 6 il heç kəs yəni saz əlinə götürüb bir məclisə, toya ya bir rəsmi bir tədbirdə iştirak eləyə bilmədilər. Çünki haram kimi sayılırdı və həm də saza daha çox, yəni aşıq sazına, aşıq sənəti ilə bağlı daha çox belə baxışlar pis idi. Ona görə ancaq Tahran böyük idi. Tahranda bir şeydi ki, o biri yerlərə baxanda bir balaca, yəni bir işləri görmək olurdu. Mən o zaman Tahranda olanda çox çətinliklər çəkdim. Məsələn, elə bir dediyim kimi sazlarımı tutdular, qoymurdular. Ancaq biz gizlindən evlərdə başlamışdıq. Mənim bir öz ustadım mənə demişdi ki, bunlar ki, musiqinin önündə dayanırlar, qoymurlar bu işlər olsun. Siz bir cür eləyin, gedin evlərdə öyrədin. Mən Tahranda bütün, yəni uzaqda yerlərə gedərdim, birini Tehranın bu başına, birini o başına, birini belə gedərdim, özdə pulsuz, parasız. Elə belə müftəsinə öyrədərdim ki, qoyulan məsələn bu sənət ölməsin. O zaman belə bir şey gəldi. Biz də o zaman çalışdığımız qədər, ora qədər ki başardıq, bir balaca işləri gördük. Ancaq son zamanlardakı elə var idi. Son zamanlarda bizə konsert qoyurduq. Birdən bir dənə Dədə Qorqudun rəsmini orada qoymuşduq arkada. Bunu gəldilər, bizim konsertimizi vurdular bir-birinə. Məni apardılar, bir yerləri vardı ora. Məni saxladılar. Nə işlər başımıza gəldi. Çox uzun bir dənə hekayədir. Ona görə amma hər halda onlar bir qanunları var idi. O qanunların əsasında gərək konserti qoya biləydin. Şeirləri, məsələn, şeirləri deyirlər falan şey olmasın, falan şey olmasın. Yəni elə biz o çox çətin şəraitindən belə. Ancaq Tahran Təbrizə görə bir balaca, bir az daha rahatlık vardı orada, yani serbestlik vardı. evet, orada bir rahatlık vardı. Şu an ama sizin Tebriz'de bir okulunuz var değil mi halihazırda şu an çalıştığınız? Evet, Təbrizdə mənim bugün demək olar ki 37 il bundan, 35 il bundan öncə Təbrizdə Rövşən adına bir musiqi məktəbidir. Rövşən Köroğlu'nun ismidir da. Köroğlu'nun birinci ismi Rövşəndir. Köroğlu qoyurdum, qoymadılar ki o zaman. Dediler ki bu olmaz, bu Köroğlu olmaz. Bildim ki bunlar bilmezler Rövşən nədir. Dedim ne Rövşən qoy. Ha, dediler ki olur Rövşən. Ben bir kızım vardı. Kızımın adını koymaya da gələndə belə oldu. Getdim kızımın iki ad bilirdim vermeyicilə, iki adla getdim. Biri Sevil idi, biri Laçın. Benim Önce Sevili dedim. Dedi yok Sevil olabilmez. Dedim ki ne? Da çok diyenden sonra dedim Laçın koy. Bu İran'da bir çizgi film gedirdi. Bunun adı Açin Vaçin. Açin o Vaçin deyərdiler. Bu ben Laçın deyəndə bu dedi ha hemen Laçın o Vaçin gördüm onu da bilmez dedim ha Laçın o var. Laçın elə hemen onu yazdım. O kızımın da adını o cür alabildim oradan. O da ki Rövşəni də bilmədilər. kızınızın ismi Laçın mı? Evet evet. Öyle mi? Evet kızım. Adaşıymış. Ne güzel. Sizinle hem ismidir. Evet. Peki o Evet. Tebriz'e gidiyor musunuz şu an peki hani o okul için falan yoksa okul faaliyetlerini durdurdu mu? Nedir durum onu? Yok,
Hayır, durdurmayıbdı. Vermişəm öz tələbələrim də orada oranı idarə edirlər. Özüm də buradan elə getmirəm. 3 il olar getməmişəm Təbrizə. Yəni çox da ürəyim istəyir gedim, ancaq biraz görək nə olur da. Bu gözləyirik bu günlər görək. Başımıza nə gəlir. Anladım. Peki üstadım şeyi soralım. Yani biraz önce Laçin de aslında onu şey yaptı ama arada böyle biraz geçişmiş olduk. Bu Şahlık döneminden de evveli, yani en eski tarihlerde aşıklık sanatı Tebriz'de ne durumdaydı? Oradaki o bahsetmiş olduğunuz silsiledeki aşıklardan başka kimler var idi? Ya da Tahran'da ya da İran'ın başka bölgelerindeki aşıklık nasıldı? Bunların arasında ilişkiler var mıydı? Çox qədim, yəni demək olar ki, məsələn bir 100 il bundan öncəni deyəndə, orada bilirsiniz İranda çox aşıq mühitləri var. Urma aşıq mühiti var, özünə məxsus havalar var. 50-yə qədər havaları bu gün də vardı. Sulduz aşıq mühiti vardı orada. Həmədan, Qumsavə aşıq mühiti var. Bunlar hərəsi ayrı-ayrı özlərinə havaları və hətta dastan baxımından da, yəni dastan demək üçün də onların özlərinə məxsus dastanları da var, bir də müştərək dastan var. Yəni bir də məsələn Əsli Kərəm, Koroğlunu bir çox bütün mühitlərdə istifadə olunur. Ya orada Zəncan aşıq mühiti var, Tarım aşıq, Tarım və Şahsevən aşıq mühitləri var. Qaradağ aşıq mühitidir. İranda aşıq mühiti çoxdur. Ancaq bunlar demək olar ki, məsələn bir 100 il bundan öncəyə qədər bir-biri ilə ilgiləri olmayıb, eləyə bilməyiblər. Amma 100 ildən bu tərəfə bir də məsələn Təbrizdə aşıq kafesi olubdu. Aşıqlar oraya yığışıb orada ifa eləyərdilər. Evet, həmin bayaq dediyim yerlərdə, bu yerlərdə aşıqlar orada. Onda məsələn gahdan belə-belə birdən Urma aşığı da gəlib ora, Qaradağ aşığı da gəlib ora, birdən belə Zəngan aşığı da belə-belə yavaş-yavaş bu ilgilər. İndi bu günləri bəli, indi məsələn Qaradağ aşıqları Urmuda, Urma aşıqları ya başqa, ya Həmədan aşıqların çağırılı gəlir Təbrizdə belə budur. Deməli bu ilgilər vardı bugün. Amma ancaq keçmişdə ola bilməyib belə bir şey. Bu yolların olmamasından ya da başka sebeplerden dolayı mıydı? Yolların da əslində yolların olmamasından mən bilirəm. Çünki məsələn bizim Qaradağın özündə, Qaradağın bizim Xudafərin tərəfləri ilə birdən Vərziqan tərəfləri var. Bunların özlərinin də havalarında fərqlər vardı. Bizlərdə, bizim tərəflərdə daha çox məsələn bu Göyçə aşıq məktəbinə uyğundur. Amma o bir tərəflərin özlərinə məxsus bir 30-40 dənə də havalar var. Mən bu havaların hamısını toplamışam. Bunların haqqında yazılarım vardı. Elə hər şey təxminən bütün bu aşıq mühitləri ilə bağlı deyə bilərəm ki 715 dənəcək bu cür hava işləmişəm. Havaları yazmışam. Onları da bu bir kitabını hazırlamışam. Ancaq onları da sizinlə bir gün inşallah vaxt olsa mən Saşar bəylə danışırdım ki, bu cür Abdullah bəylə bunları danışaq, görək nə eləyə bilərik. Bunlar həm də bu mühitlər, həm də o aşıq mühitlərinin sazlarının məsələn o səs baxımından biri mikrotonaldır, ya məsələn də bu temperasiya səslərə məsələn az-çoxlarını, onların ölçülərini həm metrik götürmüşəm, həm də bunların hamısını dəqiq ölçülərini götürmüşəm, yazmışam. Çox önəmli bir şeydir. Yəni bunu inşallah sizinlə bir vaxt olanda bir oturarıq. Bu çok önemli şeyler. Sizin önceki kitaplarınız da tabii bende var. Sizin takdim ettiğiniz çalışmalar da vardı. Yani hepsi çok değerli. Bu son derledikleriniz üzerinde de oturup birlikte analiz yapabiliriz. Karşılaştırmalar yapabiliriz. Yani çok da memnun olurum. Çünkü mesela bu bahsettiğiniz aşık kahvehaneleri var ya, bu bizim Anadolu'da da yani çok yaygın olan bir kültür. Hala devam eden tabii aşık muhitlerimiz var. Fakat kaybolanlar var. Mesela bizim özellikle Karadeniz'de geçmişte bundan 40-50 yıl evveline kadar şehir merkezlerindeki bunlardan biri Trabzon'dur. Burada da aşık kahvehaneleri vardı.
farklı muhitlerden aşıklar buralara gelirdi. Beraber Evet, evet. işte meşk yaparlardı ya da işte atışmalar olurdu, koşmalar söylenirdi vesaire. Fakat bunlar kalmadı. Şimdi ben burada hep şunu söylüyorum. İnsanlar sınırları, ülkeler arasındaki hudutları farklı değerlendiriyorlar. Yani kültürel sınırlar da var. Evet, bunu da kabul ediyoruz. Fakat eskiden mesela bu Batılıların frontiers dediği işte uç anlamındaki sınırlar aslında karşılıklı bölgelerin temasından geçer. Ve her dönemde Evet. bunlar farklı alanları bize gösterir. Yani bugünün sınırlarıyla biz 100 yıl önceyi konuşamayız. Veyahut da işte daha evvel geçmiş olan bir konuyu da kültür alanında konuşamayız. Şimdi o yüzden mesela İran'daki özellikle Tebriz bölgesindeki aşıklık geleneğinin direkt Trabzon'la, Erzurum'la yani bütün o güzergahla bağlantısı vardır. Ya da işte Borçalı aşıklık geleneği bugün Gürcistan dediğimiz zaman insanların sınır anlamında aklına gelen yer ya Acara oluyor, Batum oluyor ya da işte Ağızkay'ı kısmen düşünüyorlar. Ama Evet. asıl bizim sınırımız o anlamda Borçalı'dır. Yani oraya odaklanmak gerekir. Şimdi bu bağlamda bizim kendi kültürümüzü anlayabilmemiz için işte bu sanatları derlemek, toplamak, sizin gibi yazmak işte ve bunları analiz etmek, bu açıdan değerlendirmek çok mühim şeyler. Ben seve seve her zaman bu noktada sizinle birlikte çalışmaya hazırım. Ve tabii Ama ki şunu bu İ- ekleyelim sevgili için buyur abi, özür dilerim. sadece yazarak bu işler de olmuyor. Yani konserler vererek işte başka ortamlarda çalarak söyleyerek yapmak lazım. Sen bu noktada bir şey Ya ben bu söylemek ister İran'daki uzanan Türk kültürünün de İran'a uzanan ayağının mutlaka korunması gerektiğini düşünüyorum ben de. Hani bunların şu an bir tabii orada emperyalist ülkeler sert bir şekilde saldırıyorlar oraya. Orada ne olacağı meçhul şu an. Belki yıllarca iç savaş da olabilir, savaş sürebilir. Belki oradaki kültür kaybolabilir. Bence buna önem göstermeliyiz. Hani o bölgedeki halk kültürümüzün ya da halk kültürünün korunmasına dair bir şeyler yapmak lazım diye düşünüyorum. bu noktada en önemli şey zaten derleyip toplamak. Onu da sağ olsun Cengiz Bey çok güzel yaptı. Hı hı. Ama icralarla işte bunu tanıtmak. Mesela Dalga diye bir grubu var. Cengiz Hoca'nın çok uzun yıllardır o da bunu yapıyor. Fakat işte Temsil lazım. bunu daha aktif nasıl yapabiliriz? Türkiye'de mesela Cengiz Bey'i ya da işte bu grupları oradaki onun talebelerini daha fazla nasıl ağırlayabiliriz? Bu ilişkileri biz nasıl güçlendirebiliriz? Şimdi sınırlar açıkken ya da savaş başlamadan önce bunları belki daha rahat yapabilirdik. Şimdi daha zor olacak. Ama Evet. işte daha zor olacak ama bugün yapmalıyız artık bunları. İşte belki dışarıda olan, işte Bakü'de olan, Avrupa'da olan ya da başka yerlerde olan ama bu aşıklık sanatını çok iyi bilen ya da temsil edebilecek kişileri bu noktada değerlendirebiliriz. Ben bu noktada ne yapabiliriz sorusunu aslında üstada sormak istiyorum. Yani hem kendi çalışmalarından, Dalga grubundan bahsetsin hem de bundan sonra bir arada daha fazla neler yapabiliriz bu sanatın Bir de sergilenmesi açısından? bir de yeni bir şeyler de katmak lazım tabii bunu ekstra olarak. Tabii. Bir revizyon da geliştirmek lazım o Evet, konuda. ben sizin o buyurduklarınızla tam razıyam. Ancak bir işler görmek lazımdı. Bu hem Türkiye'de olan o aşık sanatçılarımıza hem İran coğrafyasında yaşayan aşıkları ve hatta burada bunları bir araya getirip tez-tez birbirleriyle yakınlaştırmak lazımdı bence de. Ben çoktan da onu düşünüyorum. Ancak benim elimde bir güc yok. Ben bu dalga grubu ilə də bağlı buyurdunuz. Bunu da inanırsınız. Çox zor şəraitlərlə mən qoruyub saxlayıram. İndi də biz çalışıram ki, məsələn, görüm vəziyyət biraz yaxşı olsa, bir ay yarım sonra burada Heydər Əliyev sarayında yeni bir konsertimiz olsun dalga grubu ilə. Ancaq mən bilmirəm, bunu məncə, yəni
dövlət qurumları eləyə bilərlər. İndi bələdiyyə olur olsun, ya indi başqa bir olur olsun. Bunların gərək bir-biri ilə yaxınlıqları ola. Onlar bu işləri, bu şəraiti yaradalar. Məndə bir güc yox ki, yəni bilirsiniz, bunlar həm maddi tərəfi də var da. Təki məsələn, indi sağ olsun, Türkiyədə mən Türkiyənin bir çox yerlərində konserim olub belə, bu İstanbulda, Ankara'da, Turgutlu'da, Manisa'da, Trabzon'da, Erzurum'da, Kars'ta, yəni ancaq bunlar dəvət olunub ya dövlət tərəfindən ya belə, ya çox da iyi alınıbdır. O konsertlər çox gözəl alınıbdır. Dəfələrlə olubdur yəni bu şey. Amma bilmirəm bunu kim təşkilatçıları kim ola bilər, kim bunları eləyə bilərlər, bu işləri müdiriyyət eləyə də təşkilat yaradalar və bu işlər görərlər. Məncə də mənim arzularımdan biri odur ki, siz buyurursunuz, belə bu işlər görünsün. Mən bir nəfər kimi, bir şəxs kimi əlimdən nə mənə gəlsə mən hazıram ki, eləyim. Mən yəni hazırlığım var bu məsələ ilə bağlı. Çünki indi bizə bilirəm də Azərbaycanın özündə, bu Azərbaycanda aşıq musiqisi çox geriyə qalıb burada. Yəni Azərbaycan Cümhuriyyətində. Çünki burada aşıqlar o keçmiş ustad aşıqlar ki gediblər və bunlar heç məsələn ustad şagird ənənəsini görməyiblər. Özləri elə bir saz götürüblər, bir televiziyadan, radiodan, falan yerdən bir şeylər öyrəniblər, özləri üçün bir ifa edirlər və meydanda da özlərini tək görürlər. Və bunların da qazanc yerləri çayxana, toyxanadır. Ciddi bir bu sənətlə ciddi yanaşılmır. Mən geçmişdə aşıqlar görmüşəm, onlar girəndə məclisə hamı belə oturardı və danışmaq olardı, gələrdi, dastan deyərdi. O iqtidarları var idi. Onlar eləyə bilirlər özlərini. Xalqın içində o qədər səviyyəli aparmışlar. Bu dəqiqəyində aşıqlar çox burada adam istəmir deyə, yəni nəzür. Amma bugün Təbrizdə və o mühitlərdə aşıq sənəti həqiqətən buraya ilə müqayisə eləyəndə çox-çox belə gözəl şəraitdədir. Ona görə mən demək istədim ki, bunların yerə təşkilatçısı olmaq, bilmirəm, sizin özünüz necə buyursanız, nə cür düşünürsünüz bunu, o iyi fikirdir. Əslində o fikir çox iyi fikirdir. Ancaq təşkilatçı lazımdır belə bir şeyler. Tabii, o konuda Abdullah abi. Yani bunlar teşkilatlı olmadıktan sonra işte bu hareketleri hep bir arada düşünüp ortaya koymadıktan sonra hem maddi hem manevi boyutuyla sadece fikirde kalır. Ama bunları başarabilirsek ki bu noktada işte çabalarımız da oldu, geçmişte de vardı ama bundan sonra daha çok yapmamız gerekiyor. Biz de her platformda bunları dile getiriyoruz. İşte yeter ki birileri de biz de hazırız. Yani yeter ki bunları şey yapalım ama nihayetinde manevi hazırlık maddi destek olmadan bir anlam kazanamıyor. Bu noktada umarım el birliğiyle daha güzel çözümler bulabiliriz. Ama bu son bir şey olarak ben şunu ilave etmek istiyorum. Şimdi aşıkların bu geçmişteki otoritesi, yani bir mekana girdikleri zaman işte belki orayı titretmesi, yani oradaki insanların o duyduğu saygı, sevgi, o aşığın sözünden çıkan her sese, her tınıya bir ehemmiyet gösterilmesi bugün günümüzde neredeyse yok olmak üzere. Yani birçok bölgede böyle bir şey artık görmüyoruz. Şimdi bu saygı ortamı en başta da konuştuk ya, gerçekten bir bilinç varsa olabilecek bir şey. Yani bir şeye niye değer atfedersiniz? O çok önemlidir ve siz o önemi bilirsiniz ve ona değer atfedersiniz. Ama şimdi toplumlar ne yazık ki değerleri yanlış yerde arıyorlar. Çünkü değer aktarımı ya da işte o değerlerin öğretisi de başkalaştı. Dolayısıyla biz bunu önce öğretmeliyiz. İnsanlara bunu anlatmalıyız. Anlatmak için en güzel yerler sadece akademi değil. İşte bu sahneler, işte bu televizyon ekranları veyahut da bunun gibi platformlar. Biz bunları anlattıkça ancak aşık sanatı tekrar o eski günlerine
dönebilir ki Tebriz bu anlamda çok özel bir yerde. Çünkü Anadolu'da işte bugün Azerbaycan Cumhuriyeti'nde olmayan birçok şey hala orada mevcut. Umuyorum ki bu bütün ülkelerde daha yaygın hale gelir. Bir arada çalışma şartlarımız gelişir ve aşıklık sanatı hak ettiği yere getirilebilir. Bu noktada size de bize de herkese de bence büyük iş düşüyor. Sadece işte dilek ve temenni yeterli değil, taşın altına da bence herkesin elini koyması gerekiyor. Biz bu dileklerle sözü kapatalım dilerseniz ama Evet. sizin Varsa eklemek bir son istediğiniz söz Cengiz çok Bey'den. Ben seve-seve sizinle bu fikri, yani fikir necə olduğunu mən seve-seve sizinle varam. Ne zaman desəz, ne iş əlimdən gəldikcə bu benim arzularımdır ki, elə bir iş gör, yəni birlikdə çox işlər görə bilərik. Təklikdə birbaşa bir iş görmək çətindir. Ancaq birləşsə çox işlər görə bilir. Mən də ona inanıram. İndi də bir şey vardı Sayın Abdullah bəy. Bu günləri aşıq sənəti bu teknoloji ilə uyğun istəyirəm deyəm ki, bir şeylər istər-istəməz fərqlənir. Yəni keçmiş dövrdə bir dənə aşıq gəlirdi, həm vokal hissəsini oxuyurdu, həm saz ifa eləyirdi, həm şeir yazırdı, həm dastan yazırdı, həm onları ifa eləyirdi, həm rəqs eləyirdi. Nə bunları sayanda 10-15 dənə bir şəxs eləyirdi. Bu günləri insanları bunu bir belə sənəti bir adamın üzərində görməsi bunlar üçün bir dənə nəzir deyim, biz tənəvvür, rəngarəngliyi əldən verir də, belə bu cür deyim. Bugün hamı istəyir ki, məsələn deyirəm, əslini əsli rolunda görsün, kərəmi kərəm rolunda görsün və bu bütün sənət, bütün işlərdə belə olubdur. Bütün, məsələn, misal üçün həkimlik, bir dənə həkim gəlir, bir zaman başa da baxır, qulağa da baxır, mediyə baxır. Bütün bədənin üzvlərinə bir dənə hər şey. Ancaq bunun bir dənə gözün neçə dənə mütəxəssisi vardı. Yəni bizim o hər zaman mən deyərəm bizim bu dastanlarımızın bugünkü qorunmasını da keçmiş üslubundan eləyə bilmərik. Biz onu yaşada bilər. Buna görə fikirlər lazımdır, yeni bir fikir lazımdır. Buna o dastana məsələn necə özdə bizdə o dastanlar var ki, bugün 200-dən çox dastanlar var ki, hər birisini inan ki, onların üzərində oturub çalışmaq lazımdır, işləmək lazımdır. Adam elə bir onun dünyanı fəth eləyər, dünyanı rəğbətini qazana bilər. Odur ki, belə bir şeyləri indi biraz yəni keçmişindən fərqli bax. Mən onun tərəfdarıyam, mən onu sevirəm, mən öyle yaşamışam, mən elə bir aşıqlara qulaq asmışam, mən Hüseyin Saraçının dastanları ilə böyümüşəm. Hansı dastanı deyəndə özdə o qədər bu dastanı o qədər güclü deyib ki, adam deyərdi, bəs o bütün o obrazlar şəhərənin var idi, hamısını özü kimi görür. Məsələn, cahdan olurdu Koroğlu, cahdan olurdu Kürdoğlu, cahdan olurdu. Yəni adam elə bilirdi ki, elə özlərini orada görür. Amma hər halda bugün onun o tələbat azalıqdır, o istək azalıqdır millətin içərisində. Buna fərqli yanaşma lazımdır. Çok önemli noktaya değindiniz özünüzü tanımakla ilgili. Teşekkür ederiz katıldığınız için Cengiz Bey. Bugün çok önemli bir sanatçımızı ağırladık. Aşık Cengiz Mehtupur. Teşekkür. İzlediğiniz için teşekkürler. Herkese iyi akşamlar dileriz.